Salam dəyərli altıncılar. Növbəti mətn üzrə tapşırıqların izahına başlayırıq. Siz mətnin məzmunu ilə tanışsınız və yaxud da ki, məzmunu oxuyaraq ümumi izahları dinləyə bilərsiniz. İlk tapşırığımıza deyir ki, siz hansı qeyri-adi bacarıqlara malik olmaq istəyirsiniz? Belə deyək də, bizim hər birimiz üçün məsələn, qeyri-adi bacarıqlar maraqlı ola bilər. Məsələn, hansı qeyri-adi bacarıqlar bizə maraqlı ola bilər? Məsələn, gözə görünməz olmaq bacarığı. Yəni insan gözə görünməz olmaq istəyə bilər. Yaxud zamanı, vaxtı dayandırmaq bacarığı, belə deyək bir qeyri-adi bir bacarıq kimi diqqətimizi cəlb edə bilər. Heyvanların dilini başa düşmək bacarığı, yaxud da çox sürətli qaçmaq bacarığı və sair və ilaxır. Yəni düşünmək olar ki, biz bunları müəyyən məqsədlər üçün istifadə edə bilərik də. Zamanı niyə dayandırmaq istəyirik? Heyvanların dilini niyə başa düşmək istəyirik? Niyə sürətli qaçmaq istəyirik? Niyə göz görünməz olmaq istəyirik? Yəni hər birində bir məqsəd var. Düşünürəm ki, bu formada biz öz fikrimizi əsaslandıra bilərik. Skellig mətni ilə tanışsınız və bu mətn üzrə tapşırıqların izahına başlayırıq. Ümumi müqayisə apara bilərsiniz. Burada belə deyək ki, dinozavrlar nəslindən olan bir canlıdan söhbət gedir. İndi isə istəyərdik ki, mətn üzrə digər tapşırıqlara baxaq. Deyir ki, lövbər sözünün izahını oxuyun. Mina Arxeopteriksin quyruğunu hansı əlamətlərinə görə Mina bunu lövbərə bənzədib? Lövbərin izahını da bizə belə təqdim ediblər ki, yəni belə verilib izahı. Gəmi və ya suda olan hər hansı bir obyekti sabit saxlamaq üçün nəzərdə tutulmuş çəkisi bir neçə ton olan metal konstruksiyadır. Bəs nəyə görə bənzətmişdi onu? Belə düşünmək olar, belə əsaslandırma verə bilərik ki, demək, quyruq uça bilən canlının tarazlığını, onun sabitliyini təmin edən bir məqamdır. Və burada da Arxeopteriksin quyruğu da uçarkən onun tarazlığını təmin edir və o bir növ lövbər kimi çox ağır çəkiyə malikdir və buna görə də ona bənzətmişdir. Keçək mətn tapşırıqlarına. C tapşırığında deyir ki, nə anladıq? C tapşırığına baxaq. Deyir ki, Michael'ın valideynləri ona qaraja girməyə icazə vermirdilər. Niyə icazə vermirlər? Çünki qaraj həm uçuq sökük idi, təhlükəli idi. Ona görə belə cavablandırmaq olar. Yaxud ikinci sualda Michael Skellig barəsində valideynlərinə heç nə demir. Çünki həm onun bacısı xəstə idi, valideynlərinin başı daha çox buna qarışmışdı. Onları belə deyək ki, narahat eləmək istəmirdi. Michael və Mina Skelligi başqa yerə aparırlar. Çünki yəni onun yaşadığı yer təhlükəli yer idi, şəraiti yox idi və bu formada əsaslandırmaq olar. Mina ilə Michael Skelligi qucaqlarına alanda təəccüblənirlər, çünki o çox yüngül idi, çəkisi çox yüngül idi. Belə əsaslandırma vermək olar. Düşün, cavab ver hissəsinə diqqət etsək. Düşün və cavab ver. Bu hissəyə diqqət eləyək. Deyir ki, mətndə baş verən hadisələrlə bağlı Michael'ın keçirdiyi hissləri, onun və səbəblərini biz müəyyənləşdirək. Məsələn, düşünə bilərik. O qorxmuşdu, kədərlənmişdi, narahat idi, təəccüblənmişdi, pərişan idi, çaşqın halda idi, yaxud xoşbəxt oldu, sevincli oldu. Bunlar verən onun keçirdiyi hisslərdir və bunun səbəbləri bəs nədir? Məsələn, qorxub ona görə ki, uçuq sökük qarajda qeyri-adi bir canlı ilə rastlaşmışdı, adamla rastlaşmışdı. Kədərli idi çünki qarajda tapdığı adam kimsəsiz və köməyə ehtiyacı olan biri idi. Narahat idi, körpə bacısı əməliyyat olmalı idi. Təəccüblənmişdi çünki Skelligin qanadlarını gördü. Pərişan, çaşqın halda idi, qanadları olan insanın təkamülünü, belə deyək ki, formalaşmasını araşdırırdı. Xoşbəxt sevinci o idi ki, yəni bacısı artıq əməliyyatdan sağ çıxmışdı. Həmçinin Skellig gündən-günə yaxşılığa doğru nə edirdi? Düzəlmiş olurdu. Növbəti tapşırığımız özünüzü Michael'ın yerində təsəvvür edək.
Michael'ın davranışına, verdiyi qərarlara münasibət bildirək. Və siz qorxularınıza qalib gəlmək üçün nə edirsiniz? Biz belə yanaşaq da bu suala. Məsələn, mətnin birinci hissəsində təsvir olunan hadisələrə diqqət eləsək, fikir verərik ki, divara söykənib oturubdur. Yəni bu həmin canlı ayaqlarını qabağa uzadıb, ətrafda hər şey, yəni kimi onun da toz və hörümçək toru əhatə eləyib, üzü solğun idi və demək, sonra saçlarına, çiyinlərinə ölü milçəklər səpələnmişdi. Bu təsvirdən aydın olur ki, Michael'ın qarajda gördüyü adam dilsiz, ağılsız idi və uzun müddət ac-susuz qalıb. Demək ki, nə olub? Yorulub, əldən düşüb, köməksizdir. Buna görə də Michael'ın ona kömək etməkdə haqlı olduğunu düşünə bilərik. Yəni biz Michael'ın davranışlarına görə biz davranışdan münasibət bildiririk də, doğrudurmu? Və onun qərarlarına belə deyək ki, biz haqq qazandıra bilirik. İkincisində məsələn Michael düzgün davranmır. Nədə düzgün davranmır? Qarajda gördüyü yad adam haqqında öz valideynlərinə xəbər verməli idi, amma xəbər vermir. Yəni bu xəbər verməməkdən bəlkə də bir səhv eləmiş olur. Bəlkə o gördüyü yad adam təhlükəli biridir. Bəlkə bunun yad adama kömək etmək istəyi ağır nəticələnə bilərdi. Bu formada fikirlərimizi əsaslandırmaq olar. Bir də siz şagirdlər öz qorxularınıza necə qalib gəlirsiniz? Bu haqda hərənin öz şəxsi, fərdi, subyektiv fikir ola bilər və öz fikirlərinizi çatdıracaqsınız. Michael və Mina nə üçün canlıların təkamülü haqqında araşdırma aparırlar? Çünki bunlar Skellige qarajdan Minagilin həyətindəki dama aparanda onun quş kimi yüngüllüyünü və qanadlarının olmasını müəyyənləşdirdilər. İnsanın quşa məxsus xüsusiyyətləri onları canlıların təkamül haqqında düşündürməyə vadar edir. Aydındırmı? C tapşırığında deyir ki, mətndə altından xətt çəkmiş cümləyə diqqət edək, Michael'ın bu sözlərini izah edək. Yoxlayıram, görüm yaşadığımız dünya yerindədirmi? Yəni burada demək istəyir ki, biz yəni rastlaşdığı qeyri-adi hadisələri dərk etməkdə bu Michael çətinlik çəkir və yaşadıqlarına, gördüklərinə inana bilmir. Sanki başqa bir dünyada olduğunu, belə deyək də, dilə gətirmiş olur. D tapşırığına diqqət etsək, D tapşırığı nə deyir? Arxeopteryx haqqında mətni oxuyaq və Skellig mətnində bu canlı ilə bağlı verilmiş məlumatlarla müqayisə edək. Demək, bu kiçik mətnin budur. Skellig mətnində əsas mətndir. İki mətnlə bağlı verilmiş məlumatları biz müqayisə etməliyik. Necə müqayisə eləmək olar? Əsas mətnlə tanışsınız. Yardımçı mətndə deyir ki, Arxeopteryx nəsli kəsilmiş ən qədim quşdur. Dinozavrlara deyir ki, dinozavrlar eyni vaxtda yaşayıb. 1861-ci ildə Almaniyada tapılan qalıqlara görə quş sürünənlərə və quşlara xas, belə deyək də, əlamətləri birləşdirir. Lələklərinin və qanadlarının içi boş, sümüklərinin olmasına görə quşlara, dişlərinin, uzun quyruqlarının, qabırğalarının olmasına görə isə sürünənlərə oxşuyub. Biz, məsələn, belə yanaşa bilərik. Yəni, Skellig mətninin 3-cü hissəsində artıq Arxeopteryxin adı çəkilir. Michael və Minanın dilindən bir neçə biz məlumat ala bilirik. Və orada nə deyir? Deyir, Arxeopteryx dinozavrlar nəslindəndir. Uzun qanadları, ağır, iri sümükləri var. Uzun məsafəyə uça bilmir. Yalnız budaqdan budağa qonmuş olur. Və biz bu formada nə edə bilərik? Demək, fərqli cəhətlərini vurğulaya bilərik. Aydın oldu mu? Sonra növbəti tapşırığımıza baxaq. Deyir, Michael'ın xəstə bacısının sağ qalmasında Skelligin nə kimi rolu var? Yəni, mətndən bizə məlumdur ki, Skellig Michael'ın xəstə bacısının yanına gedib, körpənin qucağına alıb öpüb və körpə əməliyyatdan sağ salamat çıxıb. Əsərdə biz qeyri-real varlığın, yəni bir növ o mələk deyirik də, gerçək hadisə kimi təsviri əsəri daha belə maraqlı edir.
Ancaq müəllif Skelligin o qeyri-adi gücünü, yəni xəstəyə şəfa verməsi bunu əsaslandırmağa çalışmır. Çünki əsərdə fantastik elementlər çox olsa belə, əsərin yəni o elmi fantastik olduğunu deməyə əsas vermir. Növbəti burada artıq bizim belə deyək ki, dinləmə mətnimiz gəlir. Görək dinləmə mətnimizdə nə var? Bu hörümçək adam mətnidir. Biz onu dinləməliyik və sonra isə demək hansı suala bu dinləmə mətnində cavab yoxdur, onu biz dəqiqləşdirməliyik. Dinləmə mətnini mən aktiv eləyim. Demək, bu 14-cü dinləmə mətni olmalıdır, səhv eləmirəmsə. 14-cü dinləmə mətni. Hörümçək adam. Peter Parker əmsigildə yaşayırdı. Onun valideynləri təyyarə qəzasında həlak olmuşdular. Əmsi onu öz övladı kimi sevir, onun gələcəyi üçün əlindən gələni edirdi. Peter çox saf, sakit bir uşaqdı. Yoldaşları onun sakit olmasını fərsizlik kimi başa düşür, onu tez-tez ələ salırdılar. Peter artıq 15 yaşına çatmışdı. Bir gün təsadüf nəticəsində onun həyatı tamamilə dəyişdi. Peter laboratoriyada həşəratlar üzərində təcrübə aparırdı. Birdən kolba şüşəsindən çıxan zəhərli hörümçək onu sancdı. Bu zaman Peter özündən asılı olmadan sürətlə laboratoriyadan çıxdı. Küçə uzunu qaçmağa başladı. O çox sürətlə qaçırdı. Hətta maşınları belə ötüb keçirdi. Peter xüsusi cəhdliklə divara dırmaşmağa başladı. Bundan sonra başa düşdü ki, bu qeyri-adi gücün səbəbi onu dişləyən zəhərli hörümçəkdir. Peter yeni bacarıqlarını hər kəsdən gizlədirdi. Heç kimin diqqətini cəlb etmək istəmirdi. Qeyri-adi bacarıqlarından istifadə edəndə mavi-qırmızı paltar geyir, onu heç kim tanımasın deyə maska taxırdı. Beləcə, şəhərdə hörümçək adam haqqında əfsanələr gəzib dolaşmağa başladı. Bir dəfə küçə ilə gedərkən Peter gördü ki, polislər bir oğrunu qovurlar. O istəsəydi, oğrunu bir göz qırpımında tuta bilərdi. Ancaq bu polislərin işidir. Öz işlərini özləri görsünlər, deyib oğruya heç fikir də vermədi. Ertəsi gün dərsdən çıxıb evə gələndə Peter həyətdə polis maşınlarını gördü. O çox təəccübləndi. Axı polislər onların evində nə axtarırdılar? Heç demə, Peterin əmisini evə girən bir oğru öldürübmüş. Peter bunu eşitcək çox qəzəbləndi. Tez paltarını dəyişdi, maskasını taxdı və oğrunu axtarmağa başladı. Oğrunu tutanda gördü ki, bu, dünən polislərin təqib etdiyi oğrudur. Peter əmisinin ölümündə özünü günahlandırdı. Çünki keçən gün Peter oğrunu tutmaq üçün polislərə kömək etsəydi, indi bu hadisə olmazdı. O gündən sonra başa düşdü ki, bacarıqlarından yalnız öz şəxsi mənafiyi üçün deyil, başqa insanlar üçün də istifadə etməlidir. O, insanların mənafiyi uğrunda mübarizəyə başladı və hər kəsin sevimlisi oldu. İnsanları pis adamlardan qorudu. Çətin vəziyyətə düşmüş adamların himayədarına çevrildi. Dinləmə mətnini dinlədik.
və hansı suala mətndə cavab yoxdur. Buradan bizə məlum olur ki, mətndə tibb elminə görə zəhərli hörümçək dişləməsinin nəticəsi nə ola bilər? Demək, bunun cavabını biz mətninə görə bilmirik, yəni ikincisi. Bu bölmədə tanış olduğunuz əsərlərin oxşar və fərqli xüsusiyyətlərini suallara cavab verməklə müqayisə edin. Məsələn, burada deyir ki, bu əsərlərin baş qəhrəmanları digər insanlardan nə ilə fərqlənir? Məsələn, burada necə verə bilərik bunu? Bu əsərlərin baş qəhrəmanları digər insanlardan öz qeyri-adi xüsusiyyətləri ilə fərqlənə bilərdi, elə deyil. Sonra, hansı əsərlərdəki qeyri-adi hadisələrin səbəbi elmi cəhətdən əsaslandırılır, yəni sübut edilir? Məsələn, amfibi adam mətni var idi, görünməz adam əsərləri var idi. Orada qeyri-adi hadisələrin səbəbi elmi cəhətdən izah olunmuşdur, əsaslandırılmışdır. Sonra üçdə nə deyir? Hansı xüsusiyyətlər bu əsərlərin hamısını birləşdirir? Əlbəttə ki, bunların hamısında qeyri-adi obrazlar və ya qeyri-adi hadisələr var. Bunların ortaq cəhəti kimi verilə bilər. Gəlir C tapşırığı. Burada nə deyir? Oxuduğunuz və dinlədiyiniz mətnlərin baş qəhrəmanlarını müqayisə edin. Onların müsbət və ya mənfi cəhətlərini müəyyənləşdirin. Daha doğrusu, onların müsbət və mənfi obraz olduğunu əsaslandırın. Baxaq bura. Məsələn, burada amfibi adam əsərinin baş qəhrəmanı suda və quruda yaşamaq qabiliyyəti olan biridir, düzdür. Suda və quruda yaşayan biridir, qabiliyyəti var, o müsbət obrazdır. Heç kimə zərəri yoxdur, əksinə suda boğulan qızı xilas edir. Sonra ikincisi nədir? Görünməz adam əsərinin baş qəhrəmanı Griffin mənfi bir, demək ki, obrazdır. Əsərdə alim kimi elmi araşdırmalar aparıb görünməzliyin düsturunu tapsa da, bunu gizli saxlayır və yəni əksinə görünməzlikdən öz xeyri üçün istifadə edir. Ətrafdakı insanları aldadır, müxtəlif cinayətlər törətmiş olur. Skellig əsərinin baş qəhrəmanı canlıların təkamül prosesində tam formalaşmamış, həm də quşa məxsus xüsusiyyətlərə sahib olan nədir? Demək, qeyri-adi varlıqdır. Bu da müsbət obrazdır. Və tanış olduğu Michael və Minanın dəstəyi ilə düşdüyü demək, durumdan xilas olur. Doğrudur. Öz növbəsində Michael'ın xəstə bacısının əməliyyatdan sağ çıxmasına bir fövqəli gücü ilə kömək eləmiş olur. Və axırıncı hansıdır? Hörümçək adam. Hörümçək adam əsərinin baş qəhrəmanı zəhərli hörümçək dişləməsindən sonra qeyri-adi bacarığa sahib olan Peter Parker'dir. Müsbət obrazdır. Öz gücündən istifadə edərək köməkçi insanları çətin durumdan xilas eləmiş olur. Bu müzakirə artıq sinif daxili bir müzakirədir. Düşünürəm ki, siz bunu sinif daxili müzakirə şəklində yerinə yetirə bilərsiniz. Və dil qaydası gəlir. Növbəti cümlə üzvü demək, zərflikdir. Uşaqlar, zərflik bir ikinci dərəcəli üzvdür. Amma sizin zərf, nitq hissəsi olaraq zərf haqqında bildiklərinizi xatırlamağınız vacibdir. Biz nə demişdik tərifdə? Zərf hərəkətin demək, tərzini, yerini, zamanını və kəmiyyətini ifadə edir. Və zərf ən çox cümlə üzvü kimi zərflik olur və zərfliyin də qrafik işarəsi dalğalı və düz xəttir. İzahda deyir ki, zərfliklər əsasən feili xəbər aidi olur, onu müxtəlif cəhətdən izah edir. Zərfliyin məna növlərini verir. Bax, zərfdə tərz hərəkət zərfi var idi, burada tərz hərəkət zərfliyi var. Zaman zərfi var idi, zaman zərfliyi var. Yer zərfi var idi, yer zərfliyi var. Kəmiyyət zərfi var idi, burada kəmiyyət zərfliyi var. Yəni, bu məna növləri mahiyyətcə eyni şeydir. Nümunələrə baxsaq, məsələn, şagirdlər imtahana ciddi hazırlaşırlar. Nə edir? Hazırlaşırlar. Kim? Şagirdlər. Nəyə? İmtahanlara. Necə, nə tərzdə? Ciddi. Tərz hərəkət zərfi, tərz hərəkət zərfliyi rolunda çıxış edir. Zaman zərflərində zərfliyi kimi zaman zərfliyinin yerində nə işlənə bilər? Zaman zərfləri. Məsələn, dünən, axşam, sabah, günorta, sübh, səhər və s. Deyir,
Hava isti idi. İsti idi nə hava? Nə vaxt, nə zaman? Dünən. Burada zaman zərfi ilə ifadə olunub. Yer zərflərini də bilirsiniz. Belə deyək ki, əsas yer zərfləri irəli, geri, aşağı, yuxarı, sağa, sola, içəri, üz yuxarı, üz aşağı və s. Burada da məsələn burada irəli sözünü alıb yer zərfliyi rolunda çıxış eləmiş olub. Kəmiyyət zərfliyi kimi burada işlədik. Nə qədər xeyli. Kəmiyyət zərfliyi rolunda çıxış eləyib. Var səbəb, var məqsəd. Səbəb zərfliyi nədir? Bax, siz bəzən mətnlər işləyirsiniz. Birinci görsə hadisənin səbəbini verib, sonra onun nəticəsini verir. Demək, səbəb zərfliyində nə olur? Birinci hadisənin səbəbi baş verir, sonra onun nəticəsi özünü göstərir. Məsələn, yazıram ki, yıxılıb, əzildi. Nə etdi? Əzildi. Nə səbəbə yıxılaraq? Demək, birinci bu adam yıxılıb, bu səbəb. Nəticəsi nədir? Əzilib. Demək, səbəb zərfliyindəki iş xəbərdəki işdən əvvəl baş verir. Bir də var məqsəd zərfliyi. Bu səbəb zərfliyinin əksidir. Məsələn, yazıram ki, oxumaq üçün çalışır. Çalışır. Nə üçün? Nə məqsədə? Oxumaq üçün. Birinci fikir verirsinizsə, demək, xəbərdəki iş birinci baş verir, sonra məqsəd həyata keçir. Ona görə də biz belə deyirik. Məqsəd zərfliyindəki iş xəbərdəki işdən sonra baş verir. Nümunələrə diqqət eləsək, nə deyir? Deyir ki, verilmiş cümlələrdə zərfləri seçək və onların məna növünü müəyyən edək. Müzakirə zamanı Toğrul cəsarətlə, necə nə tərzdə? Cəsarətlə. Sonra nə verib? Demək, burada biz pilləkənlə yuxarı. Haraya? Bu yer zərfidir. İndi isə aşağıdakı cümlələrdə eyni suala cavab verən sözlərin aid olduğu nitq hissəsini və cümlədəki rolunu müəyyən edək. Eyni suala cavab verən sözlərin. Müzakirə zamanı Toğrul düşünmədən danışırdı. Danışırdı kim? Toğrul. Nə zaman? Müharibə müzakirə zamanı. Necə, nə tərzdə? Düşünmədən. Biz pilləkənlə çardağa qalxdıq. Qalxdıq kim? Biz. Nə ilə? Pilləkənlə. Haraya? Çardağa. Bizə deyir ki, indi aşağıdakı cümlələrdə eyni suala cavab verən sözlərin aid olduğu nitq hissəsini. Burada çardağa və bir də düşünmədən. Hər ikisi zərflikdir. Zərflik rolunda çıxış edib. Nitq hissəsi kimi birincisi feildir, ikincisi isə çardaq isim olar. Belə deyil. Demək, fərqli nitq hissələri zərflik rolunda çıxış eləmiş olur. Növbəti B tapşırığında deyir ki, zərflikləri müəyyən edin. Zərflikləri müəyyən edirik və onlara aid xüsusiyyətləri cədvəlin müvafiq sütunlarında yazaq. Dünən burada zəfər paradı keçirildi. Nə vaxt, nə zaman? Dünən. Dünən zaman zərfliyidir. Sualda nə vaxt, nə zaman yazmaq olar. Məna növü zaman zərfliyi. Burada harada yer zərfliyidir. Sualı haradır? Məna növü yer zərfliyi yazmaq olar. Mən onu uşaqlıqdan tanıyıram. Tanıyıram nə vaxtdan? Uşaqlıqdan. Zərflikdir. Nə vaxt sualına cavab verir? Məna növü də zaman zərfliyidir. Məktubu oxuyan oğlan gülərək dedi. Dedi kim? Oğlan. Necə, nə tərzdə? Gülərək. Gülərək feildir, amma burada nitq hissəsi kimi feil olsa da cümlə özü kimi zərflikdir. Nə tərzdə sualına cavab verir? Məna növü isə tərz hərəkət zərfliyi vermək olar. Sonra qalib gəlmək üçün mübarizə aparmalısan. Mübarizə aparmalısan nə məqsədə? Qalib gəlmək üçün bu zərflikdir. Sualı nə məqsədədir? Məna növü isə məqsəd zərfliyi kimi çıxış eləyir. Növbəti sonuncusu tapşırıq. Cümlələrdə zərfliklərin ifadə vasitələrini tapaq. Mən ehtiyatla içəri girdim. Burada ehtiyatla nə tərzdə? Bu tərz hərəkət içəridə yer zərfliyi. Başını aşağı yastığa qoyan kimi yuxuya getdi. Nə vaxt, nə zaman? Başını yastığa qoyan kimi. Zaman zərfliyidir. Tərkiblə, daha doğrusu söz birləşməsi ilə ifadə olunur. Sonra birincidə zərflə, yenə zərflə. Ürəyim şiddətlə, necə, nə tərzdə? Şiddətlə. Tərz hərəkət zərfidir. Zərflik rolunda çıxış eləyib. Biz bura bir gün əvvəl köçmüşük. Biz, hara bura? Yer zərfidir. Nə vaxt, nə zaman? Bir gün əvvəl. Burada da zaman zərfliyi ilə ifadə olunur. Zaman zərfi, zaman zərfliyi olub.
Biz onu qucağımıza alanda dəhşətə gəldik. Biz nə vaxt dəhşətə gəldik? Onu qucağımıza alanda. Ha burada fe'li bağlama tərkibi və ya söz birləşməsi ilə ifadə olunur. Onlar ağacların başında yuva qurublar. Harada? Ağacların başında. Bax burada yer zərfliyi söz birləşməsi ilə ifadə olunur. Çardaqlarımız da harada? Burada yer zərfliyi isimlə ifadə olunur. Zərflik məsələn cümlədə yaza bilərik zərflə, sonra fe'li sifət tərkibi ilə, yəni söz birləşməsi ilə, şiddətlə, tərz hərəkət zərfi ilə, sonra bura yer zərfi, bir gün əvvəl zaman zərfi ilə ifadə olunub. Sonra onu qucağa alanda fe'li bağlama tərkibi ilə ifadə olunub. Ağacların başında isə nədir? İsmi birləşmədir. Demək, ismi birləşmə ilə və ən sonunda da isimlə ifadə olunur.